Bu ilə bizim qonağımız kişi bala Emindir. Emil. Lına. Düzdür? Lına. Emil. Salam olsun bir daha. Xoş gəlmişsən. Evet. Bu sənin birinci kompüterundur. Kim aldı sən hədiyyə bunu? Atam. Ata aldı. Ataya nə demək istəyirsən buradan? Ürək sözlərindən. Çok sağ olsun, bu ilk en yaxşı kompüterim oldu. Bu sənin özün bilsən. Bu düzdür oyun kompüterdir. Amma bu kompüterdə sən istəsən proqramlarda öyrənə bilərsən. Sonra dizayn, montaj işləri var. Bunları da görə bilərsən. Sənin neçə yaşın var? Neçə yaşın var? 11. 11. Neçə sinifdə oxuyursan? 5'i kurtardım. Nə tər oxuyursan? Yaxşı oxuyurum. Kompüter sənə alanda sənə dedilər ki, bəs bu kompüter sənə alacaq, amma sən bizə söz verirsən ki, bundan sonra dərslərin lap super olacaq. Sən nə dedin onlara? Yaxşı. Yəni sənin də o sözündə tutacaqsan, Evet. buradan kamera vasitəsilə sən söz verirsən ki, bu kompüteri sahib oldun, xeyirli olsun, qəşəng bir kompüterdir, super kompüterdir, parametrlər barəsində deyəcək. Amma maksimum dərəcədə dərslərində də, imtahanlarında maksimum dərəcədə çalışmalısan ki, evdəkilərə verdiyin sözlə tutmuş olasan. Dərslərdən ən xoşuna gələn dərslər hansıdır? Riyaziyyat. Riyaziyyat. Əla bir fəndir, riyaziyyatı maksimum dərəcədə güclü öyrən. Bəs böyüyəndə nə olmaq istəyirsən inşallah? Ait işlik. Ait sahədə, əla bir sahədir. Bu kompüter kakras sənə elə deyək. Bu kompüter özün seçmişsən, notebook'u. Özün seçmişsən. Bilməyənlər üçün deyək, bu ən çox satılan bizdə Asus TUF A17-dir. Hansı ki, bu yaxınlarda biz reklam eləmişdik. Nəqd alışaq xüsusi endirimlə 2000 manada. Prosesor da əladır, Ryzen 7-dir. 16 GB operativ yaddaşı var. 1 TB M2 sürətli SSD-si var. Və video kartası da ki 4068 GB-dır. Həm oyunlara, həm dizayn işlərinə gözəl bir notebookdur, gözəl bir hədiyyədir. Mənim bir sualım var. Böyüyəndə IT sahəsində işlədiyin, çoxlu pul qazandın. Papaya nə hədiyyə alacaqsan sən? İstediğini. İstədiyini. Bilirsən, var, bana istədiyi bir arzu elədiyi hər hansı bir hədiyyə varmı? Tam bilmiyorum ama ne istesem olacak. Nə istəsə alacaqsan. Kişi balasan sən, halal olsun sənə. Mən sənə inşallah ki, ən gözəl işi arzu edirəm gələcəkdə sahib olasan və pul qazansan, sonra papaya da sən gözəl bir, belə də olmasa arzu elədiyi nə arzu varsa, elə bir hədiyyə onu alasan. Sənə uğurlar olsun. Buradan salam göndərmək istədiyin, salam demək istədiyin bir dostun, tanışın varmı? Onda adəti üzrə hər kəsə arzu eləyək. Çünki bizə baxan bir çox uşaqlar var ki, onların notebookları yoxdur. Biz onları nə arzu eləyək? İnşallah onların da olur. İnşallah onların da olur. Kişi balasan, sənə təbrik edirəm. Hər birinizə qismət olsun belə bir notebook. Siz də gəlin iComp seçin. Bu günlərim iComp'un qonağı Emil idi. O gəldi, arzusuna çatdı. Siz arzunuza çatın. Salamat qalın.